Bilasvarlar, eğer kim eşitmezse, qonaqlarımız, əziz öğrenciler diyeceğim, tüm dostlarımıza baxıram. Bilasvarın qonaqları. Artıq 15-ci ildir ki, Bilasvar rayonunda Mübariz İbrahimov adlı liseydə məzun ili keçirilir. Və bu məzun ilində təsəvvüzə gətirin ki, 15 il əvvəl məzun olmuş bu liseyin şagirdi artıq ali təhsil müəssisəsində bitirib, hansısa bir qurumda çalışır və bu günləri Bilasvara artıq müstəqil, peşəkar bir ictimai xadim kimi bir ördək olur, yardım etmiş olur. Ben həmişə bizim məzunlara tövsiyəm odur ki, bugündən etibarən onlar artıq müstəqilliyin ilk addımlarını atırlar və bu addımdan asılı olaraq onların gələcək həyat yolu həm özləri üçün, ailələri üçün, gələcəkdə öz ailələri üçün, Bilasvar üçün, Azərbaycan üçün daha geniş miqyasda götürsək, bəzi hallarda planet üçün yekun verici bir hal ola bilər. Ona görə ben burada müəllimlərə təşəkkür edirəm. Müəllim kollektivdə, valideynlərdə ki, 11 il ərzində səbirlə bu uşaqların təhsilinə diqqət edirlər, doğru istiqamət verir. Ümumilikdə günlərdə Azərbaycanın bütün məktəblərində məzun günləri keçirilir. Mən fürsətdən istifadə edib, Bilasvar liseyinin məzun şagirdləri qismində bütün Azərbaycan övladlarına müstəqil həyata ilk addımlarının uğurlu olmasını arzulayıram. Onlara bu yolda bol-bol şanslar və gələcək həyatlarında yeni açılışlar, yeni məkanların izlənməsi, yeni universitetlərdə hansılar ki, Azərbaycanda da xaricdə var, təhsil almaları və yekunda yenə dedim, doğma diyarlardan az da olsa töhfə vermiş olsunlar ki, onlardan sonra gələcək nəsil onları bir nümunə olarak götürsün ve yeniden bu prosesi devam ettirsin. Ben hamının bayramı təbrik edirəm, valideynlərdən gözün aydın olsun deyirəm. Bugün bizim bilirsiniz, hər bir cəmiyyətdə bir nümunə olur, ideoloji baxımından, şəxsiyyət baxımından. Bizim Bilasvar rayonunda da, Azərbaycanda da bütünlükdə Qarabağ probleminin həllində bir nümunə var idi, Mübariz İbrahimov fenomeni. Bizim bəxtimizdən, şərəfimizdən bu şəhid olmuş Azərbaycan oğlu Bilasvardandır. Bugün onun anası Şammanla burada əyləşib. Mən ona da təşəkkür edirəm ki, elə oğul yetişdirib, Bilasvar oğlu yetişdirib və vətənə bir göz qırpımında rəhmətli Kərim kişi deyib ki, vətən sağ olsun. Oğlum şəhid oldu. İnanın ki, illər öncə Mübariz İbrahimov şəhid olduqdan sonra yüzlərlə Azərbaycan gənci ona bənzəmək xatirinə hərbiçi oldu, peşəkar hərbiçi oldu və 44 günlük müharibədə qalib olmaq üçün bütün bu yolu keçirlər. Allah rəhmət eləsin bütün şəhidlərimizə, qazilərimizə can sağlığı arzu edirəm. Mən arzu edirəm ki, bundan sonraki dövrlərdə nümunə olaraq bax, buranın məzunları kitabxanada, universitetlərdə şəhidcəsinə canlarını versinlər və bütün gənclərimiz bir nümunə olaraq desin ki, mən də filan kəsin oğlum kimi, filan kəs kimi alim olmaq istəyirəm. Allah bütün balları saxlasın. Hamıya can sağlığı, valideynlərdə də biraz da səbir, çünki 5-10 il hələ digər təhsil, ali təhsil qalıb. Ona da səbirlə dəstək olun uşaqlarımıza. İnşallah bəhrəsini görəcəyik hamıya. Diqqətinizə görə çox sağ olun. Hörmətli Faiq müəllim, dəyərli Şahan anamız, əziz qonaqlarımız, xüsusilə qardaş ölkədən gələn Bilasvar rayonu ilə qardaşlaşmış şəhər olan Çameli ilçəsindən gələn təhsil, mədəniyyət, bələdiyyə heyətinə, şagirdlərimizə öz salamlarımı çatdırıram. Və eyni zamanda əziz və dəyərli müəllimlərimiz, əziz valideynlərimiz, hər birinizi bu əlamətdar hadisəyə münasibətlə təbrik etmək istəyirəm. Xüsusilə valideynlərimiz ona görə ki, bəli, Faiq mənim qeyd etdiyi kimi uzun illərdir ki, səbirlə, təmkinlə şagirdlərimizə, öz övladlarına xüsusi diqqətlərini göstəriblər.
və bundan sonra da inanırıq ki, o qaydada davam edəcəklər. Mən arzu edirəm ki, layiq övlad olacaqlarına inanırıq və inanıram ki, siz də gələcəkdə onları arzuladığınız kimi görəcəksiniz. Eyni zamanda müəllimlərimizi təbrik etmək istəyirəm, çünki müəllimlərimizin əməyi danılmazdır və bizim müəllimlərimizin əməyi nəticəsində bu ilki məzunlarımızın 16 nəfəri fərqlənmə attestatı ilə layiq görülmüş, eyni zamanda artıq 10 nəfərdən artıq şagirdimiz 600-dən artıq bal toplamış və 38 nəfər məzunumuz da universitetlərə qəbul balını toplamışdır. Və kompleksimiz artıq 15-ci dəfədir ki, ənənəyə sadiq qalaraq universitetlərə qəbul faizini 100% ilə yekunlaşdırır. Təbii ki, hələ ikinci şans imtahanı olmağına baxmayaraq biz artıq birinci imtahanda bu nəticəni qarant etmişik. Mən təbii ki, əsas əməyi olan müəllimlərimizə öz təşəkkürümü bildirmək istəyirəm və şagirdlərimizə də gələcək həyatında uğurlar arzulayıram. İnanıram ki, biz devizimiz Mübariz İbrahimov adına təhsil kompleksi elm mübarizləri yetişdirmək, vətənə ləyaqətli mübariz vətəndaş yetişdirmək niyyətindədir və inanırıq ki, bizim məzunlarımız da vətənə, dövlətə, dövlətçiliyə xidmət edəcək əsl Azərbaycan vətəndaşı olacaqlar və müxtəlif sahələrdə Mübariz İbrahimovun göstərdiyi şücaəti onlar müxtəlif sahələrdə göstərəcəklər və vətənin layiqli övladları olacaqlar. Mən bir daha təbrik edirəm bu günün münasibəti ilə, təşəkkür edirəm diqqətinizə görə. İnanıram ki, maraqlı bir tədbir olacaq. Qonaqlarımıza səbirli olmağı xahiş edirəm. Gün təbii ki, Biləsuvarımızın insanları da qonaqpərvərdir, istiqanlıdır və səmimidir və günəşin təbii ki, burada bir təsiri var. Bu isti hava şəraitində iştirak etdiyinizə görə bir daha uzaqdan gələn Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev xüsusi təşəkkürümü bildirmək istəyirəm ki, Həmidə xanım prorektor artıq 2-ci ildir ki, bizim tədbirdə iştirak edir və bütün qonaqlarımıza Sevinç xanım sizdə xoş gördük. İnanıram ki, tədbirdən zövq ala biləcəksiniz. Çox sağ olun diqqətinizə görə. Hər an bir tarixdir, hər şagird bir hekayə. İndi isə 2025-26-cı tədris ilinin məzunları və məktəb həyatına bu tədris ilinin ilk addımlarını atan birinci sinif şagirdlərimizin adlı təqdimatına şahid olacaq. Onları tanıyacaqsınız. Buyurun gələcəyin qurucuları və bugünün məzunları. Beləliklə, qarşılayın Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 2025-26-cı tədris ili üzrə məzunları və birinciləri Abbaszadə Araz Adamu İsa Dayiro. Əliyev Məhəmməd Bədəlbəyli Nahid. Əliyeva Gülnar Cəfərli Səmra. Əlizadə Leyla Dadaşov Ələskən. Əmirov Hacı Baba Əhədli Sərxan. Əsədli Nihat Hafizzadə Yusif. Əzizanı Ruqiyyə Hümmətli Gülxarə. Əzizli Arzum Hüseynli Aylin. Əzizova Ləman Hüseynov Ayxan. Həsənzadə Leyla İskəndərli Duyğu. Hüseynli Əli İsmailzadə Zəhra. Hüseynli Hüseyin Qəhrəman Nurlan. İbrahimli Zeynəb Quliyeva Əsnar. İmanova Xədicə Quluzadə Cavidan. Quliyev Aqil Quluzadə İmaməli. Quluzadə Gülay Mədətli Nihat. Qurbanlı Fərəh Mənsimli Gülər. Qurbanlı Məhəmməd Məmmədov Tunar. Miriyev Emil Mirzəyev Mir Yusif. Mirzəyeva Sona Nəcəfli Yasin. Muradlı Ülvi Nəzərli Qəhrəman. Muradzadə Gülnarə Nuri Zülfiqar. Nəzərov Amil Paşazadə Esma. Nurullazadə Nicat Rəcəbli Uğur. Şahbazlı Gülnur Rüstəmli Seyid. Seydanov Məhəmməd Rüstəmli Uğur. Səfərli Könül Salmanlı Fidan. Səfərova Nuray Səfizadə Yusuf. Səlimov Fəxri Sultanlı Mədinə. Tomarlı Resso Şükürlü Əl-Qadir. Urufzadə Kamil Zəkizadə Sacid. Vəlizadə Səməd
2025-26 tədris ili məzunlarımızı və birincilərimizi tanıdınız. İndi alqışlarınızla məzunlarımızı və birincilərimizi səhnə arxasına dəvət edirik. Hər uşaq bir çiçəkdir, gülümsəyir günəşə. Hər ana körpəsilə xoşbəxt olsun həmişə, olsun gülüşlərilə o yaxınlar, uzaqlar, dünyanın hər yerində xoşbəxt olsun uşaqlar, olsun gülüşlərilə o yaxınlar, uzaqlar, dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Hər evdən yeşil saçlar, körpə gözləri olsun, olsun gülüşlərilə o yaxınlar, uzaqlar, dünyanın hər yerində xoşbəxt olsun uşaqlar, olsun gülüşlərilə o yaxınlar, uzaqlar, dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Hər vaxtlarda, hər vaxtda nəğmələrim uzansın. Oyansın bu torpaqda, cavanlaşsın, qocalsın, olsun gülüşlərilə o yaxınlar, uzaqlar, dünyanın hər yerində xoşbəxt olsun uşaqlar, olsun gülüşlərilə o yaxınlar, uzaqlar, dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Farklı ülkelerdeki iki devlet, bir millet. Ne mutlu bize, Türk'üz, yıldırmaz bizi zillet. Gönlümde kıpır kıpır, bitmeyen bir heyecan, yüreğimde sevdadır. Kardeş, can Azerbaycan. Sayın Okul Müdürüm, Milli Kahraman Mübarek İbrahimoğlu'nun kıymetli anneleri, kıymetli misafirler, değerli öğretmenlerim ve sevgili öğrenciler. Bugün burada olduğumuz için çok mutluyuz. Sizlere Türkiye'den, Denizli'den, Çameli'nden selam getirdim. Öncelikle kardeş şehir Bilesuvar rayonu Azerbaycan'ın milli kahramanı Mübarek İbrahimov adına Bilesuvar Tahsil Kompleksi yönetici, öğretmen, öğrenciler ile bizleri kucaklaştıran Çameli İlçe Kaymakamımız Sayın Mustafa Çelik'e, Çameli Belediye Başkanımız Sayın Cengiz Arslan'a, Çameli İlçe Milli Eğitim Müdürümüz Sayın Murat Uzun'a,
sevgi ve saygılarımı sunuyor. Kendilerine öğretmen ve öğrencilerimiz adına teşekkür ediyorum. İki ülke, tek millet olarak kardeş şehir olmamızı sağlayan Çameli Belediye Başkanımız Sayın Cengiz Arslan ile Bilesuvar Rayon İcra Hakimiyeti'nin başçısı Sayın Faik Gurbetov'un yoğun muhabbet ve dostluk ilişkileriyle Çameli ile Bilesuvar'ın kardeş şehir olmalarına vesile oldukları için kendilerine sonsuz saygı ve sevgilerimizi sunuyoruz. Ayrıca kardeş şehrimizin kardeş okulu olan Mübariz Tahsil Kompleksi'nin çok değerli okul müdürümüz Sayın Akşin Bagırova göstermiş olduğu kardeşlik sevgisi ve konukseverliği için öğrenci ve öğretmenlerim adına şükranlarımı sunarım. Saygıdeğer misafirler, kıymetli öğretmenlerim, fedakar aileler ve heyecan dolu yol arkadaşlarım. Bugün burada sadece bir okuldan mezun olmanın sevincini yaşamıyoruz. Bizler Bakü'den Ankara'ya uzanan sarsılmaz bir köprünün, bir millet iki devlet ülküsünün genç temsilcileri olarak yeni bir hayata adım atıyoruz. Kıymetli öğretmenlerim, bizlere sadece kitaplardaki bilgileri değil, vatan sevgisini, kardeşliği ve köklerimizden aldığımız gücü aşıladınız. Bizleri ortak tarihimizin ve kültürümüzün birer mirası olarak yetiştirdiğiniz için her birinize şükranlarımızı sunarız. Sizin emekleriniz yarının güçlü Türk dünyasının temelleridir. Sevgili ailelerimiz, bugün bizim diplomalarımızda sizin dualarınız, sizin emekleriniz ve göz nurunuz var. Bizlere her zaman destek olduğunuz ve arkamızda dağ gibi durduğunuz için sağ olun, var olun. Bura ne güzeldir, nedir bunlar? Bu kütüp parçasıdır. Şimalda baş verir. Çok güzel tabiat hadisesidir. Bu necə olur təsəvvür edə bilmirəm. Uşaqlar gəlin birlikdə başa salaq.
sky. Colors glow, watch them flow. Magic spins where it begins. Feel the chill, it's a thrill. Snowflakes fall, they call, shining bright. And northern lights. Spin, spin, Elsa spin, spin, spin. Shine, shine, feel divine. Northern lights, northern nights. Dance, dance, take a Frozen streams, icy beams. Twist and twirl like the world. Shadows leap, secrets keep. In the air, everywhere. Spin, 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 spin. Shine, shine, feel divine. Northern lights, northern nights. Dance, dance, take a Şimalda yaşayan halklar qut balığısını çox sevirlər. Ki bunların ruhlarıdır, ulu babaların ruhlarıdır. Bunu bilmirdiniz, buyurun baxın.
Milli kahraman Mübariz İbrahimov'un kıymetli anneleri, değerli öğretmenlerimiz, kıymetli veliler, sevgili öğrenciler, muhterem misafirler. Sizleri Türkiye Cumhuriyeti'nin güzel ilçelerinden, Çameli'nden getirdiğimiz içten sevgi ve muhabbetle, saygıyla selamlıyorum. Bugün burada bulunmak bizler için büyük bir mutluluk, büyük bir onur ve aynı zamanda tarihi bir anlam taşımaktadır. Çünkü bizler buraya yalnız iki okulun temsilcileri olarak değil, aynı zamanda ortak kökleri, ortak kültürü ve ortak değerleri olan iki kardeş milletin evlatları olarak bir aradayız. Türkiye ile Azerbaycan arasındaki dostluk sıradan bir devletler arası ilişki değildir. Okullarımız arasında imzalanan kardeşlik protokolü de işte bu güçlü bağların eğitim alanındaki yansımasıdır. Çameli Anadolu Lisesi ile Azerbaycan Milli Kahramanı Mübariz İbrahimov Blesuar Okul Kompleksi arasında kurulan bu köprü yalnızca kurumlarımızı değil, öğrencilerimizi, öğretmenlerimizi ve geleceğimizi birbirine bağlayacaktır. Mezunlarımıza fərqlənmə ilə bitirdiklərinə görə təşəkkürnamələri kompleksin icraçı direktoru Akşin Bağrov təqdim edəcək. Alqışlarınızla Akşin müəllimi səhnəyə dəvət edirik. Değerli qonaqlar, alqışlarınızla elan edirik. Kompleksimizi fərqlənmə atestatı ilə bitirən şagirdlərimiz alqışlarınızla Abdullayev Hamlet, Hüseyinli Hüseyin, İbrahimli Zeynep, Zeynallı Ferit, Kurbanlı Mehmet, Selimov Fehri, Emirov Hacı Baba, Kurbanlı Fere, Nurullazade Nicat, Azade Cemil, Hasanzade Leyla, Şahbazlı Gülnur, Aliyev Mehmet, İmanova Hadice, Guliyev Agil, Seydanov Mehmet, değerli qonaqlar, alqışlarınızla Mübariz medalı təqdim olunacaq. Beləliklə, Mübariz medalı ilə tərtib olunan şagirdlərimiz alqışlarınızla Abdullayev Hamlet, İbrahimli Zeynep, Selimov Fehri,
üçün Gülnuha Regional Təhsil İdarəsinin müdür müavini Rabil Şahbazov və Qarabağ Regional Təhsil İdarəsi müdür Sənan Mənsimli də səhnəyə dəvət olunur. Alqışlarınızla mübariz medalı ilə tərtib olunan məzunumuz Qurbanlıq Fərəh Saqib Həsənzadə Leyla. Seydanov Məhəmməd. Qurbanlıq Fərəh. Və alqışlarınızla Şahbazlı Gülnur. iştirakçıları, əziz məzunlar, sevimli müəllimlər və bizim dəyərli Türk qardaşlarımız. İcazənizlə öncə Azərbaycan Dillər Universitetinin rektoru
akademik Cənab Kemal Abdullayevin səmimi salamlarını və təbriklərini sizlərə çatdırım. Akşin müəllim də qeyd etdiyi kimi, mən artıq 2-ci ildir ki, Mübariz İbrahimov adına təhsil kompleksinin əlamətdar günlərində iştirak edirəm. İnanın ki, bu an burada iştirak edərkən, bu möhtəşəm tədbiri seyr edərkən, mən çox gözəl, möhtəşəm duyğular keçirirəm. Mən də əziz valideynlər və əziz müəllimlər, sizin kimi qürur hissi keçirirəm və fəxr edirəm ki, bizim Azərbaycanımızın belə savadlı, istedadlı gəncləri yetişir. Bugün bizim əziz məzunlarımız üçün son zəng yolun sonu demək deyil. Onlar təhsil həyatlarının növbəti bir mərhələsini arxada qoyurlar. İrəlidə onları böyük yollar, nailiyyətlər, müvəffəqiyyətlər gözləyir. Və bizim 2026-cı ilin may ayında keçirdiyimiz Tələbə Şagird Konferansında Respublikada bütün ali məktəblər içərisində Mübariz İbrahimov adına təhsil kompleksinin şagirdi Hikmət Məmmədzadə birinci yeri tutmuşdur. Və onun elmi rəhbəri Filologiya Fakültəsinin 2-ci kurs tələbəsi Şəfiqə Muradova olmuşdur. İcazənizlə biz sertifikatla şagirdimizi təltif etmişik, lakin onun hədiyəsini isə bugün özümüzlə gətirmişik. İcazənizlə Tələbə Elmi Cəmiyyətinin sədri Dürrə xanım bizim sevimli şagirdimizə öz hədiyəsini təqdim etsin. Buyurun. Mən də hər birinizi salamlayıram, əziz qonaqlar. Mən də Tələbə Elmi Cəmiyyətinin sədrliyi olaraq Tələbə Elmi Cəmiyyətinin adından təbrik edirəm Hikməti və uğurlar diləyirəm. Bizim düz qeyd etdiyi həm də bizim özəlliyimiz odur ki, istəyirik ki, şagirdlər elmə bu illərdən başlasınlar, kiçik yaşlarından başlasınlar və uğurlarını davamlı olaraq biz də izləyək inşallah.
son zəng ənənəsi. Müəllimlərin öz şagirdləri ilə son valsini izlədiniz. Əziz qonaqlar, müəllimlər, valideynlər, əziz birincilər, məzunlar. İlk öncəliklə salamlayıram. Doğrudan da burada əyləşən valideynlər üçün eyni zamanda mənim üçün, bizim ailə üçün əlamətdar günlərdən biridir. Mənim də qızım bu illəri 1-ci sinifi qurtarır. Bunun üçün başda kompleksin rəhbəri olmaq şərti ilə bütün müəllimlərə özdən təşəkkürümü bildirmək istəyirəm. Xüsusi təşəkkürüm nəzakət müəllimədir. Onun üçün ki, 2 gün bundan əvvəl buradan 200 kilometr aralıda gördüm ki, bəs 2 il bundan əvvəl buradan yer dəyişmə etmiş şagirdin uğuru üçün gəlib Bərdiyə tədbirdə iştirak elədik. Çünki mənim üçün ən böyük dəyər şagirdin buradan gedəndən sonra onun müəlliminin ona verdiyi dəyərdir. Və bu dəyərdə mən bu kompleksdə gördüm. İstəyərdim ki, həm müəllim mənə bir ürəkdən alqışlayın. Əziz məzunlar, sizləri təbrik edirəm, sizlərə uğurlar arzulayıram. Bayaqların məndən qabaqki natiqlər öz çıxışlarına vuruladılar ki, bəs bu həqiqətən də son zəng deyil sizin üçün, bu həyatın başlanğıcıdır. Mən başlanğıcda sizlərə uğurlar arzulayıram. Onu demək istəyirəm ki, sabahları bir daha son zəng çalınacaq və bu son zəng hamı üçün qürur verici bir yerdə olacaq, Qarabağda olacaq və orada işğaldan azadlıqdan olandan sonra oradakı məzunlarımız üçün, oradakı öz torpaqlarına qayıdan məzunlar üçün və orada çalınan ümumi təhsil məktəblərində ilk son zəng olacaq. Mən sizlərə arzu edirəm ki, sizlər ali məktəbə qəbul olduqdan sonra öz, belə deyək də, öz istədiyiniz ixtisaslara yiyələnəsiniz və ondan sonra isə Qarabağda quruculuq işlərində, bərpa işlərində sizlərin də əməyin olacağına inanıram. Bir daha hər biriniz təbrik edirəm, yolunuz açıq olsun. Müəllim və pedaqoji heyəti və dəyərli türk hocalarımız, hər birinizi salamlayıram, xoş gördük. Mən də bir valideyn kimi bütün məzunlarımızı, şagirdlərimizi təbrik edirəm. Onlara gələcək qurarında xoşbəxtlik arzulayıram. Nə mutlu ki, bu məzunlara müstəqil Azərbaycanın məzunlarıdır. 2015-2016-cı tədris ilində 10 il bundan öncə torpaqlarımızın 20% düşmən qapdağında idi və aprel döyüşləri gedirdi. Bu məzunlar onda 1-ci, 2-ci sinifdə oxuyurdular. Bu günləri məktəbi bitirirlər və məzundular və çox qürurlu vericidir ki, müstəqil Azərbaycanın azad olunmuş torpaqların tam təmin olunmuş bir dövlətin şagirdləridir. Və müəllimlərə çoxlu təşəkkür edirəm ki, bilik, bacarıq, səriştə, əsl vətənin sevən, milli dəyərlərə söykənən bir eğitim, təhsil veriblər və inanıram ki, mübariz kimi gələcəkdə hər ixtisasları üzrə bu millətə, bu dövlətə, bu vətənə əllərindən gələn eləyəcəklər
və bu yükü davam elətdirəcəklər. Təbrik edirəm, uğurlarınız bol olsun. Azərbaycan Respublikasının vətəndaşı və milli qəhrəmanı Mübariz İbrahimov adlı Biləsuvar Təhsil Kompleksini məzunu olaraq and içirəm. Təhsil aldığım elm ocağına layiq olacağıma. Vətənə olan borcumu lazım gəldikdə. Canım və qanın bahasını ödəyəcəyimə. Hansı peşəyə sahib olsam. Bu peşəni vicdanla və şərəflə daşıyacağıma. Ailəmə, vətənimə layiqli şəxs üçün yaşayacağıma. Ölkəmin adını hər daim uca tutacağıma. Gələcəyə şük tutan nəsillər yetişdirəcəyimə. Millətini və milliyyətini hər şeydən üstün tutan bir fərd olacağıma. Mübariz üçün mübariz olacağıma. Dövlətçiliyimizə qarşı hər bir ədalətsizliyə, haqsızlığa qarşı həmişə mübarizə aparacağıma və ona sadiq qalacağıma. Ulu öndərin təhsil millətin gələcəyidir şüarını fəaliyyətimin amalı olacağıma. Dövlətçiliyimizə hər zaman sadiq olacağıma. Dövlət başçısının ideologiyasını həyat və fəaliyyətimin əsasını çevriləcəklər. And içirəm. And içirəm. And içirəm. İlk öncə hər birinizi salamlayırıq, dəyərli qonaqlar, hörmətli valideynlər və müəllimlərimiz. Nəhayət biz də bu 11 illik təhsil yolunun sonuna gəlib çatdıq. Bizim üçün həm kövrək, həm də çox qürur verici bir andı bu indi. Mən də istərdim ki, hər bir qəlbdən eşitdiyim səsə əsasən bir nitq söyləyim sizlərə. Bu da bizim son vida nitqimiz olsun. Bu məktəbin dəhlizləri bizim üçün sadəcə bir keçid yolu olmadı heç vaxt. Bəzən yorulduğumuz liman, bəzən özümüzü axtardığımız bir yol oldu. Bəzən bir zəng səsi çalınır və bir dərs bitir. Amma indi isə çalınan bu son zəng bir dövrün bitişindən bizlərə xəbər verildi. Biz bu sinif otaqlarında sadəcə düsturları, tarixi, qaydaları öyrənmədik. Biz burada sevilməyi, ağlamağı, yıxılmağı, darıxmağı, ən əsası yenidən ayağa qalxmağı öyrəndik. Ümid edirəm ki, illər sonra geriyə baxdığımızda biz bu günləri çox böyük bir sevinclə xatırlayacağıq, minnətdarlıqla xatırlayacağıq, kədərlə yox. Çünki bəzi insanlar bizlərin həyatından çıxa bilər, bu mümkündür. Amma bəzi xatirələr var ki, onlar heç vaxt qəlbdən çıxmır, orada həmişə yaşayır. Biz sanki fərqli stansiyalara gedən qatarların sərnişinləri kimiyik. Bu məktəb bizim üçün bir stansiya oldu. Biz uzun müddət bu məktəbdə çoxlu xatirələr bölüşdük və eyni səmanı paylaşdıq. Amma artıq yolların ayrılma vaxtı gəldi. Və illər sonra geriyə dönüb baxanda ki, bu günlərdən keçmişik, bu bizim üçün çox yaxşı olacaq və çox şad hiss elətdirəcək. Ən əsası isə onu demək lazımdır ki, biz sanki eyni ağacın illərlə yanaşı böyüyən budaqları kimi idik. Amma indi külək bizi fərqli istiqamətlərə aparır. Amma hansı istiqamətə aparırsa aparsın, şübhəsiz ki, bu kökləri məsələ burada yenidən bir səsi qalacaq və birləşəcək. Və nəhayətində bugün bizim son zəngimizdir və bu son zəng çalınacaq. Biz uşaqlığın son səhifəsini çevirib həyatın o yeni fəslinə, yeni dövrünə addım atacaq, qədəmləyəcək. Son zəng çalınacaq, bu zəngilər qarşımızda.
son zeng çalınacak. Bu zengiler karşımızda, yeni kapılar açılacak. Dilek gülek her birimiz, ömrelmeli kenar boya. Biz mübariz, isteğimiz, mezunluk gururuna. Her elin budağından bir meyveni kopararak, yürürlük eller bilir, kafireler ağarır. Müellimim bizim için feda ettin illerini, mübarizler yetiştiren biz ömrün ellerini. Geldi emin gün uşaklar, indi son zeng çalınacak. Bu zengiler karşımıza, yeni kapı açılacak. Dilek gülek her birimiz, kömrelmeli kenar koya. Biz mübariz lisenin, mezunuyuk gurur duyar. Her meylim budağından bir meyveni kopararak, bir ömürlük el derdini hatireler aparırız. Müellimim bizim için feda ettin elini, mübarizler yetiştiren biz öpürük ellerini. Mübarizler yetiştiren biz öpürük ellerini. Qarşımızda yeni yollar, yeni üfüqlər və yeni arzular dayanır. İndi isə son zəng tədbirimizin ən həyəcanlı və ən unudulmaz anlarından biri yaşanacaq. Lisey zəngi sizlər üçün son dəfə çalınacaq. Bu dəfə siniflərə daxil olmağınız üçün deyil, doğma ocaqdan ayrılıb yeni həyata qədəm qoymağınız üçün çalacaq. Tam sükut. Son zəng çalınır mübariz təhsil kompleksinin məzunları üçün. Əziz məzunlar, birlikdə geri sayaq. Keplərimizi havaya atmaq üçün 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Uğurlarınız bol, yolunuz açıq olsun. Əziz məzunlar, yolunuz işıqlı olsun. Tədbirimiz yekunlaşdı.